Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. YouTube kanalının izləyiciləri və eləcə də Telegram siqnal kanalının izləyiciləri ümid edirəm yaxşısınız. Bugün bildiyiniz kimi 10 siqnal, 11 siqnal uğurla nəticələndi. Hal-hazırda demək hardasa bir 13 dəqiqədən sonra xəbər çıxacaq. Gəlin biz xəbərə qədər buy stop, sell stoplarımızı yerləşdirək və ümumi gedişata baxaq görək nələr baş verəcək. Gəlin belə deyək. İlk öncə qızılda 10 dollar yuxarıda biz buy stopları yerləşdirək və pending orders, buy stop demək azı qiymət 5170-dir, 5180-ə təyin edək buy stopu və eləcə də 30 dollarlıq bir qalxışan gəlir təyin edək ona. Yəni 20 dollar da qoya bilərik, yəni qısa bir zaman ərzində bağlasın. Yəni 5180-dir, biz 5200 belki ona təyin edədik bizim take profitimizi və OK verdik. Bu hazırda, amma xəbərə hələ 13 dəqiqə, 12 dəqiqə var deyənə biz bunu biraz aralayaq, biraz aralıda təyin edək ki, xəbərə qədər gedib dəyməsin. Xəbərə 3-5 dəqiqə almış, yaxınlaşdırarıq. Və eyni zamanda biz sell stopdan da istifadə edək. 5150-də sell stop təyin edək. Baxaq görək bu əməliyyatlardan hansı daha uğurlu olur. 5150-dən 30 dollarlıq enişdən 5120-yə təyin edək. Take profit təyin elədik. Biraz uzaq qoydu. Amma xəbərə yaxın biz nə edərik? Yaxınlaşdırarıq. Yəni 10 dollar daha yaxın təyin edərik. Gümüşə gəldikdə isə gümüşdə də biz təyin edə bilərik. Gümüşdə yəni o 87-200-də 87-250-də təyin edə bilərik. Gümüşdə biraz 1-ə 5 qat olduğu üçün çox da böyük lotlara girməyək. Sizə də məsləhət görmürəm ki, böyük lotlara girəsiniz. Deməli 7-200-ə biz təyin edək. 250-yə, hətta 300-ə təyin edək, sonra dəyişərik yerini. Deməli, haradasa 87-500-ə təyin edək. 87-500-ə təyin elədik. Take profit. Çox az oldu. Biraz genişləndirə bilərik, problem deyil. Sell stopu biz azı ki 85-900-ə təyin edək, hələ ki. Yəni xəbərə yaxın, yenə deyirəm, xəbərə yaxın biz yaxınlaşdırarıq sell stop. Buna take profit təyin eləmədik. Yaddan çıxdı, amma təyin eləyərik. Buna da ən azından, yəni nə çox, nə az, yəni 1000 pipsdə aşağıda bir take profit, nə qədərdir take profit? Deməli 500-dür, buna da bir 500-də bir take profit təyin edirik. Bitcoin-ə gəldi isə, Bitcoin, yəni xəbərdən sonra inanmıram, nəsə olsun, hərəkət eləsin. Yəni Euro-dolar rəqabəti. Euro-dolar rəqabətində ümumi olaraq aşağı gəlir xəbərə qədər. Biz nə edə bilərik? İlk öncə buy stoplarımızı yerləşdirək. 1.15 600-lərdə buy stop qoyaq. 1-1 bunları təyin edək. Buy stop 15 600-ə 200 pips təyin edək. 15 800-ə take profit təyin edək. Belə enməsi xəbərdən qabaq biraz heç də yaxşı deyil. Yəni stabil olsa daha yaxşı olur. 15-200-ə biz təyin edirik sell stop. 15-200-ə təyin edirik sell stop. Yəni 200 pipsdə take profit təyin edirik. 15-200. 200-də təyin edək take profit. 15-200 pipsdə təyin edək take profit. Yəni burada təyin elədik. Funtun olan rəqabəti, o da elə mənim fikrimcə eyni trayektoriyada hərəkət edir Euro ilə. Bu düşür, o da düşür. Deməli, yenə biraz yuxarıda təyin edək.
xəbərə yaxınlaşdırarıq. Ay, biz bunu 0,1 ilə elədik uşaqlar. Çox təəssüf. Yəni, dəyişmək lazımdır. Evet, dəyişmərəm, bu qalsın. Buy stop. Baxmadım. Deməli, 33 700-dür, 33 900-ə qoyaq ya da 34-ə qoyaq. 34-ə qoyaq. Buy. Deməli, 34 200-ə qoyaq TP. Olsa aşağı salanda, bunu aşağı salsaq, yaxınlaşırsaq, yenə take profit yerində qalır. 33 500-ə qoyaq. 33 500-ə təyin edək. Sell stop. 33 500-ə təyin edək. Sell stop və 33 200-ə təyin edək. Take profit. Bunu da təyin edək. Xəbəri dedim ki, yaxın, biz yenə yaxınlaşdırarıq. Deməli, burada çox güman ki, hissə ilə gələcək. Biz 158 600-ə sell stop təyin edək. Eksperiment kimi baxa görə hansı əməliyyatlar daha uğurlu olur. Deməli, bizdə neçə idi? 58 600. 600-də sell açandan sonra 200 pips kifayət edir. 400-ə gəlirlə bağlasın. Yəni, bunu hal-hazırda biraz uzaqda qoyaq, təyin edək. Məsələn, deyək ki, 59-a təyin edək. Nə üçün? Xəbərə qədər hələ var, biraz. 59 təyin etdik. Nəticələrdə baxarıq görək nə olur. Yəni, canlı olaraq paylaşaq 200. Bunu təyin edək. USD frankı da təyin edək. Birinci sell stopu təyin edək. 78-ə təyin edək sell stopu. Sell stop 78. 78. TP 77 800-ə. 77 800-ə TP. Və təbii ki, buylar üçün 78 300-ə təyin edək. Buy. $78 300. Xəbərə yaxınlaşdırarıq indi onları. 78 300, 78 500. Xəbərə artıq az qalıb. Sonra funtun Yaponiyanın rəqabəti 212 700-ə. 212 700-ə təyin edək. Buy stop. 212 700-ə təyin edək. Buy stop. Və 900-ə təyin edək. Take profit. Yəni, baxaq deyirlər ki, ümumiyyətlə, qazanmaq olmur. Nə bilim, biz buy deyəndə sell gəlir, sell deyəndə buy gəlir. Baxaq görək nəticə nə olur. 212 400-ə qoyaq. Sell stop. 212 400. $400 deyil, 350-yə qoyaq. Çox yaxındır. 350. Deməli, 212-yə də qoyaq. 212 150-yə qoyaq. Ya da 100-ə qoyaq. TP-yə. Artıq 4 dəqiqə qalıb. Bu da buranın TP-si. Bir də buna təyin edək. Bu funtun frankı olan rəqabəti. Deməli, təyin edək bayı 0.4 700-ə. Buy stop. 0.4 700-ə. TP 0.4 900. Buradadır. Sell stopdakı 0.4 450.
sell stop 0.4450 0.4450 tepədəki 0.450 200-ə təyin edirik. Bunu təyin elədik. Bax, indi bunları yaxınlaşdıraq biraz. Bax, burada xəbərə artıq 3 dəqiqə qalıb. Bunu yaxınlaşdıraq. Buna baxaq. Bu normaldır. Biraz yaxınlaşdıraq. Bunu biraz yaxınlaşdıraq. Bu normaldır. Sonra USD frankda normaldır. USD Yapon yenində. Onu biraz yaxınlaşdıraq. Normaldır. Funtun 100 pips görənlərə düşür. Bu çoxdur. 100 pips eləmək lazımdır. $100 pips, 170, 200 çoxdur bu. Yaxınlaşdırdıq. Bitcoin-də eləmirəm metoda, amma gümüşdə qaldırmaq lazımdır bura. Qızılda da belə artıq və qalıb nələr baş verir. Artıq biz bunları yerləşdirdik. Ondan sonra bəlli oldu. $10 yuxarı və bir neçə saniyədən sonra xəbər çıxacaq. Baxaq görək nələr baş verər. İzləyək bir yerdə. Və saniyələr qalıb. Əslində, məsələn, deyək ki, əgər bu çox uzaqdırsa, $30 uzaqdırsa, biz bunu azalda da bilərik. Əgər xəbər təsir göstərməsə, yəni dərhal ləğv eləmək lazımdır. Yəni, görünür, bu xəbərdə heç də ürək açan olmadı. Baxaq. Ayın 12-si. Yəni, bu xəbərdə eyni qaldı uşaqlar. Yəni, Analitik ekonomistdə belə bir güclü bir dəyişiklik olmadı. Amma digərlərə əsas vacib xəbər bu idi. Dəyişiklik olmadığı üçün, yəni görürsünüz, nə yaşıl çıxıb, nə də qırmızı çıxıb, stabil çıxıb. Stabil çıxanda iki versiyası var. Yəni, bir var, range eləyəcək, elə yerində oynayacaq. İkinci versiya isə yarım saatdan sonra, 1 saatdan sonra istiqamət alacaq. Əgər belə deyək də, yəni yaxşı olardı ki, orderləri ləğv eləyəsiniz. Ləğv eləsəz daha yaxşı olar. Nə üçün? Çünki çox yaxındır. Çox yaxın olduğu üçün ləğv eləməyə dəyər. Evro ilə aşağı gəlir, funt da aşağı gəlir. Dollar Yaponiya yuxarı qalxır, bu normaldır. Bizim üçün maraqlı olan qızıl idi. Qızıl da hələ ki yerində oynayır. Bir gedişmə olmadığı üçün ləğv etməyə dəyər. Amma kimin hesabı kiçikdirsə, yəni ləğv elə bilər. Kimdə böyüdürsə, onu narahat eləmirsə, gözləyə bilər. Yəni gözləyə görə nələr baş verəcək. Funtun, dolların franka. Yəni baxaq görək digər trade balans bu zəif xəbərdir. Yəni trade balans əla çıxıb zəif xəbərdir. Housing starts bu da zəif xəbərdir. Yəni çox zəif xəbərdir. Building permits bu da zəif xəbərdir. Bunun elə bir ki az olması pisdir Amerika üçün. Yüksək olmağı yaxşıdır. Bu icazələrdir, bu başlanğıclardır. Yəni icazə pis olduğu üçün dollar üçün heç də yaxşı deyil. Belə bizə lazım olan buydu. Unemployment claims idi. Bu da ki stabil qalıb. Əvvəlki göstəricilərə baxaq. Bundan əvvəlki göstərici deməli
proqnoz 217 idi, 212 çıxmışdı, əla çıxmışdı. Və ondan öncə deməli 222 idi, 206 çıxdı. Yəni bildiyiniz kimi unemployment claims nə qədər yüksək çıxsa o qədər pisdir, nə qədər aşağı çıxarsa daha yaxşıdır. Yəni burada bu 214-dən aşağı, yəni 214, 213, yəni o qədər də böyük bir məbləğ olmadığı üçün, böyük bir rəqəm olmadığı üçün, yəni stabil durur. Biz yenə baxaq görək nə oldu. Ümumiyyətlə bir gedişmə varmı, yoxmu? Çox maraqlıdır. Stabil olaraq qalır. Yəni baxaq, gözləyə görək nə olur. Nəticəni sonra deyəcəm sizə.